Naxçıvanın taleyini həll etmiş Moskva və Qars müqavilələrinə istinadlar Muxtar Respublikanın konstitusiyasından niyə çıxarılır? Fevralın 2-də Milli Məclis Naxçıvan konstitusiyasına dəyişiklikləri iki oxunuşda qəbul edib. 106 il qabaq Bolşevik Rusiyası Qafqaz respublikalarını işğal edəndən bir müddət sonra Türkiyə ilə Moskva və Qars müqavilələri imzalanmışdı. Bu müqavilələr bir çox başqa məsələlərlə yanaşı Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmaqla ona muxtariyyət statusu verilməsini təmin edirdi. Naxçıvanın tarixi erməni torpağı olduğunu iddia edən erməni millətçiləri bu müqavilələri həmişə tənqid ediblər. Siyasi şərhçi Şahin Hacıyevin sözlərinə görə Azərbaycan hökuməti göstərmək istəyir ki, regionda geosiyasi hadisələr fonunda Naxçıvanın müqəddəratı digər xarici dövlətlərdən asılı deyil. Naxçıvan Konstitusiyasının elə ilk cümləsində deyilir ki, Naxçıvan Respublikası Qars və Moskva müqavilələri əsasında yaradılır. Bu nə deməkdir? Bu, Azərbaycan tərkib hissəsi olan region digər dövlətlər tərəfindən elə bil ki, yaradılıb. Bu cümlənin çıxarılması bir daha təsdiq edir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Xarici dövlətlər və yaxud xarici müqavilələrin nə bunu təyin edə bilər, nə onun ərazisini müəyyən edə bilər və ya da onun taleyini həll edə bilər. Əsas səbəb budur. Digər siyasi şərhçi Əhməd Əlilinin sözlərinə görə Azərbaycan hökuməti bu müqavilələri vaxtı keçmiş Naxçıvanın statusuna xarici güclərin hüquqi təsir imkanını saxlayan qalıq kimi görür. Azərbaycanda təkcə bu istiqamətdə deyil, hətta Naxçıvan Muxtar Respublikasının statusuna bağlı, ümumiyyətlə Muxtar Respublikası statusunu saxlamaq lazım deyil. Yəni bu formada 2020-ci il müharibəsindən sonra Azərbaycan ictimai siyasi fikrində kifayət qədər ciddi müzakirələr başlanıb və o müzakirələrin tərkib hissəsi kimi də elə məhz siyasi atavizm olan Qars müqaviləsinə və Moskva müqavilələrinə istinad yeni reallıqda ehtiyac yoxdur. Ona görə də 2020-ci ilə kimi olan reallıq əgər o müqavilələri Naxçıvan Muxtar Respublikasının konstitusiyasında saxlamağa tələb edirdisə, Dağlıq Qarabağ adını istifadə etməyi tələb edirsə, 2020-ci ildən sonraki siyasi reallıq əksini tələb edir. Bəzi siyasi analitiklər hesab edirlər ki, Azərbaycan Qars müqaviləsinə istinaddan imtina etməməlidir. Çünki bu Naxçıvanın Azərbaycanın tərkibində olmasına təminatdır. Bundan imtina gələcəkdə Ermənistanın bu əraziyə iddia etməsinə yol aça bilər. Şahin Hacıyev isə düşünür ki, Ermənistanın indiki rəhbərliyinin sülh danışıqları fonunda bu məsələdən öz xeyrinə istifadə etməsi real görünmür. Amma Paşinyanın düşmənləri hakimiyyətə gəlsə, Ermənistan yenidən oxşar iddialar səsləndirə bilər. 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinin ləğvini təxminən 10 il qabaq Rusiya Dumasının bəzi deputatları da təklif etmişdi. 2016-cı ildə Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşən zaman. O zaman deputatlar bu təklifin Azərbaycanla bağlı olmadığını, Türkiyəni Rusiyaya sayğı göstərməyə məcbur etmək məqsədi ilə irəli sürdüklərini demişdilər. Bu yaxında isə Rusiyanın qatı millətçilərindən olan Aleksandr Dugin demişdi ki, Moskva Azərbaycan, Ermənistan və Gürcüstanın müstəqilliyi ilə barışmamalıdır. Ümumiyyətlə isə bir ildən çoxdur ki, Azal təyyarəsinin müəmmalı qəzasına görə Azərbaycanla Rusiyanın münasibətlərində gərginlik qalmaqdadır.